Salam Müşfiq müəllim, xoş gördük sizi. Hoş gördük Nəsib bəy. Anlama Sənəti YouTube kanalında yenə bizim bir podkastımız olacaq və açığı bunu artıq insanların istəyi üzərinə eləyəcəyik. Çünki ikinci hissə mütləq gəlsin dedilər. Və yenə mən Hacı Şahinin kitablarından müəyyən hissələri seçdim və bu gün vaxtımız olduğu qədər, çatdığı qədər hər birini sizə deyəcəm və siz də onları bizlər üçün açıqlayarsınız zəhmət olmasa. Əgər hazırsınızsa ilk götürdüyüm pritsə ilə başlayaq. Buyur. Deməli, Hacı Şahin kitabında deyir ki, həyat negativ yönlü yox, pozitiv yönlü bir hərəkətdir. Nədənsə qaçmaq lazım deyil. Nəyəsə çatmaq lazımdır. Yəni həyatı nədənsə qaçmaq yox, nəyəsə çatmağa bənzədir. Siz nə deyə bilərsiniz bu haqqda? Keçən dəfəki videodan sonra bir çox fərqli yerlərdən reaksiyalar gəldi. Niyə Hacı Şahin? Rəhmətli Hacını sevənlərdən bir tip reaksiya gəldi. Onu sevməyənlərdən başqa bir reaksiya gəldi. Və niyə siz onun haqqında danışırsınız? Mən Konfuts haqqında da danışaram. Mən bir hinduist müdrik haqqında da danışaram. Mən bir krişnaçı müdrik haqqında da danışa bilərəm. Mən bir xristiyan müdrik haqqında danışa bilərəm. Mən bir şiə övliyası haqqında da danışa bilərəm. Harda işıq varsa, olduğu yerindən asılı olmayaraq. Mənim bu söhbətlərimin məqsədi həm də işığı tanıtmaqdır. Adamlar çox zaman bunu tanıya bilmirlər. Onlar adlara, etiketlərə bağlıdırlar. Onlar nəsnələrin özünü tanımırlar. Bir şey düşünürəm həmişə. Konfutsiya deyirlər ki, məsələ, ölkəni mənəviyyatını düzəltməyə çalışsaydın, nədən başlayardın? O deyir ki, mən adların islahından başlayardım. Bu mənə həmişə Quranda və Bibliyada olan bir pritçanı xatırladır ki, Allah Adəmi yaratdı və ona dedi ki, de adları. Adəmin yetişmiş insan evladının, yəni Allahın öz nəfsindən üfürdüyü, ilhamlandırdığı bir müdriyin xüsusiyyəti adları bilməkdir. Nə olan şeydir bu adları bilmək həmişə maraqlanıram ki, nə olan məsələdir bu. Bilirsiniz, adamların çoxsu, məsələn, alır bunu, sirkə də bu cürdür, su da bu cürdür. Adamların çoxsu bilmir ki, bu sirkədir ya sudur. Ona lazımdır ki, onun müəllimi desin, üstünə də etiket vursun ki, bu sirkədir, bu isə sudur. Yalnız buna görə müəyyən edir. Hətta kiminsə geyimi necədir, qalstuk taxıb taxmırmı, saqqalı hansı formadadır, qaşları hansı formadadır, alnın hansı formadadır, ləkə varmı spesifik, yoxmu? Bu kimi şeylərə, geyimi, nə bilim, şalvarı, əbası, bu kimi şeylərə görə müəyyənləşdirirlər işıqlı insanı. Əmmaməsinə görə, Molla o qədər, Molla Nəsrəddin lətifə qoşub ki, bu məsələyə ki, ala bu əmmaməni sən danış ki. İnsanlar zahiri etiketlərə görə işığı bəlirləməyə öyrənirlər. Amma suyun nə olduğunu bilən birazca dadına baxır, deyir, sudur bu. Sirkənin dadına baxır, deyir, sirkədir bu. Üstünə nə yazılmasından asılı olmayaraq, o çıxarır, öz adını yazır. Çünki o suyu tanıya bilir. O biri adamlar kordular. Onlar yalnız etiketlə tanıyırlar. Və onların böyüməsi də o qədər dərinləşmir. Çünki özlərinin fərqindəlikləri artmır ki, fərq eləsinlər ki, məsələn, bax, bu müdrik adamdır. Özü də tamamən başqa bir dində təzahür edibdir. Ki, bu bunu düşündürəcək, necə olur bəs bu? Necə olur? Quran deyir ki, fərqli dinlərdən Allaha və axirətə iman eləyənlər və xeyr əməllər eləyənlər, onlara qorxu yoxdur, dərd çəkməyəcəklər onlar.
Bu adamlar hər yerdə varlar. Hə, bu adamlar tam kamildirlərmi? Siz onların bütün fikirlərinə mi qatılırsınız? Yox. Bütün fikirlərinə qatıla bilməzsiniz. Məsələn, rəhmətlik Hacı Şahinin də bütün fikirlərinə qatılmıram təbii ki. Evet. Elə fikirlər var ki, qatılmıram. Hə, amma qatıldığım fikirlərə şərh verirəm. Çünki onlar ürəyin dərinliyindən gəlir. Onlar həqiqətdən gəlir. Mənim ona ehtiyacım var. Elə bilirəm ki, həqiqət sevgisi olan adamların da ona ehtiyacı var. Biz bunu öyrənməliyik, düşünürəm ki. İndi sizin sualınıza birbaşa gələk. Bir də xatırlar mısınız onu mənə? Deyir həyat negativ yönlü yox, Hə, pozitiv yönlü bir hərəkətdir. Məsələn, adamların çoxusu deyir ki, nə olub mənə? Heç kəsin toyuğuna qış demirəm. Yəni mən pislik eləmirəm. Pislik eləmir deyə elə bilir yaxşı adamdır. Bəs yaxşılıq necə edirsən? Əsas məsələ odur ki, burada yaxşılığa nail olmaq lazımdır təkcə. Pislik eləmirsən deyə bir şey hələ deyil. Sən pislik eləmirsən, şərə doğru getmirsən, bəs xeyrə doğru gedirsənmi? Allaha yaxınlaşırsanmı? Burada nailiyyət həqiqətən olmalıdır ki, biz hər əməlimizlə Allaha yaxınlaşaq. Allaha yaxınlaşmaq bir ölçüdür. Tənqidimiz olsun, xeyir əməlimiz olsun, ədalətli addımımız olsun ki, bunlar hamısı elə xeyrin fərqli-fərqli aspektləridir. Bunların canında bircə şey var. Bunları məna ilə dolduran bircə şey var. Əgər sənin bu atdığın addım səni Allaha yaxınlaşdırırsa, onda o bir gözəllik kəsb etməyə başlayır. Ədalətli addımımız bizi Allaha yaxınlaşdırır. Xeyir, həqiqi xeyir addımımız bizi Allaha yaxınlaşdırır. Nədən bilirsən səni Allaha yaxınlaşdırır? Sən fəaliyyətdə olursan, hüzurlu olursan, inkişaf edirsən, ruhən inkişaf edirsən, özün bunu bilirsən. Kənardan buna çox da qiymət verilməsindən asılı olmursan. Özün bunu bilirsən. Ona görə də Allaha yaxınlaşmaq bu işin canıdır, nailiyyət də odur, pozitiv düşüncə düşünür. Onda deyə bilərik ki, inamlı insan daha pozitivdir. İnamlı insan pozitiv. Və inam sadə bir şey deyil, inam nailiyyətdir. Ora çatmış insan artıq pozitiv olur. Allah hər kəsə inam vermir ki. İnsan var dirəşibdir, elə bilir inamlıdır. Söz veribdir, elə bilir inamlıdır. Amma onun sözü nə qədər dərindir. Onun sözü nə qədər gözəldir. Gözəllik də çox önəmlidir ya. Məsələn, Cəlaləddin Ruminin yaradıcılığı göstərir ki, Allahın sözü onda o qədər dərinə batıb ki, gözəllik damarına düşüb, oradan nətər neft torpaqdan fontan vurursa, bax eləcə həqiqət gözəllik şəklində, poeziya şəklində fışqırır. Nizami yaradıcılığı onu göstərir ki, bu adam elə bir dərindən həqiqəti tapıb ki, o düşüb damara və oradan neft yerinə gözəl sözlər çıxır. Bu onun bir dəlilidir ki, adam doğru yoldadır. Ona görə də əgər sən həqiqətə çatmısan, sənə Allah iman verib və sənin imanın gözəllik şəklində təzahür olmursa, sən narahat ol günən. Bu mənada incəsənət və ədəbiyyat həqiqətin dəlilidir. Həqiqətdən uzaq incəsənət və ədəbiyyat da vardır. Təəssüf ki, o ötəri bir hadisədir. Onda insanlar həmişə deyirlər rəylərdə, sizi dinlədikcə sakitləşirəm, sizi dinlədikcə hüzur tapıram. Onda belə baxıram ki, buradakı gözəlliyi hiss eləyirlər, ona görə bunu deyirlər. Əlhamdülillah, kimsə hiss eləyir, kimsə. Çünki çox aşırı bu rəylər oxuyuram, bu tərz rəylər. Onu Allah bilir. Bir də sizin həmişə bir fikriniz olur təslimiyyət haqqında danışanda. Burada Hacı Şahin də belə bir şey oxudum. Deyir, bəzən qələbənin yolu təslimiyyətdən keçir. Onu istəyərdik bir açarsınız. İslam sözü təslimiyyət deməkdir. Qələbənin yolu təslimiyyətdən keçir. Bilirsinizmi? Təslim olmaq qədim Çinə görə qadın texnikasıdır.
Məsələn, qadın həyatının çətinliyi ondan ibarətdir ki, ona daha çox təslim olmaq yolu verilibdir. Bu qəribə bir həyat tərzidir. Müharibələrdə tarix kitablarını oxuyanda görürsünüz ki, gəlirdilər, kişiləri, oğulları öldürürdülər, qadınları, uşaqları əsir alıb aparırdılar. Mən həmişə bu acı səhnəyə baxanda deyirdim, nə qəribə bir həyatdır bu. Qadınları və uşaqları təslimiyyətə apardılar. Onlar həyatı təslimiyyət acısında yaşamaq zorundadılar. Amma eyni zamanda başa düşəndə ki, bu ona görə baş verir ki, bu ilahi bir yöntəmdir. İlahi bir yöntəmdir. O zaman başa düşürsən ki, bu nədir? Ona görə Lao Tzu deyirdi ki, göylərin qapısı açılan zaman sən bir qadın ola bilərsənmi? Yəni təslimlik, təslimiyyət xarakteri səndə varmı? Çünki kişi mübarizə deməkdir. Kişi mübarizədir və yeri gələndə qurban verməkdir özünü. Qadında isə təslimiyyətdir. Ona görə min illər məsəl üçün qadını həmişə təslimiyyətə alışdırıblar. Məsəl üçün uşaqlara deyiblər ki, bax ər evinə gedəcəksən, belə dikbaşı olmaqla, belə bir şey olmaqla falan sözləri həmişə aşılayıblar. Amma bu o demək deyil ki, bu qadınsı texnika olan təslimiyyət kişiyə xas olmamalıdır. Lao Tzu da bunu deyir. Müsəlman Allaha təslim olar və qəbul eləyər Allahdan o həyatı. Burada bir qəribə bir miks yaranır. Bir tərəfdən sən həm fəaliyyətlisən, mübarizəlisən, ikinci bir tərəfdən sən gerçəkliyi qəbul edirsən, onu Allahdan olduğunu qəbul edirsən və sonra oradan bir yol yaranır. Bu ruhani idrakın. Amma təslimiyyət sözü sanki biraz acizlik sözünə tay tutulur. İndi. Bu texnikanı çox repressiya eləyirlər. Məsələn, mən sizə bir şey söyleyeyim. Bu bizim həyatımızın hər anında var. Məsələn, tələbə olmaq təslimiyyət məqamıdır. Qadınlıq məqamıdır. Müəllim olmaq kişilik məqamıdır. Danışmaq, bir şey öyrətmək. Amma sən əgər təslimiyyət məqamını yetərincə dərin yaşamamısansa, sənin müəllimlik məqamında yarı çiğ çıxacaq. Yarı çiğ çıxacaq. Sən təslim olursan tələbə olanda müəllimə, məsələn, Upanishadlar vardı qədim Hindistanda, onun elə mənası müəllimin dizinin dibində deməkdir. O müəllimin dizinin dibində olaraq dinləmək, etiraz eləməmək. Məsələn, bir müəllimdən öyrənirsənsə, onu öyrətməyə qalxışma. Öyrətməyə qalxışırsa, o sənin müəllimin deyil, zaman itirmə. Məsələn, olur ki, adamlar gəlirlər mənim səhifəmdə, başlayırlar məni öyrətməyə. Mənim də vaxtım yoxdur onların öyrətilərinə qulaq asmağa. İstəsəm qapılarını döyərəm. Bu halda onlar gəliblər mənim səhifəmə. Görürəm, israr edirlər, bloklayıram. Deyirlər, Müşi müəllim kobud davranır oponentləri ilə. Əzizim, mən oponent lazım deyil. Mən oponentlərdən keçib gəlmişəm. Mən fikrimi bölüşürəm. İncitməyin məni. İstəmirsən, başqa qapılar var. Blok elə məni. Sən bacarmırsan deyə mən bunu etmək Amma zorundayım. bu Müşfiq müəllim artıq öyrənmir, dayanıb demək deyil də yəqin ki. Təbii ki, mən öyrənirəm. Amma səndən öyrənmədiyimi Artıq dəqiq nəyi bilirəm. hardan öyrənəcəyimi bilirəm. Məni də öyrətmə lütfən. Başa düşdüm. Yəni, öyrədə öyrənənməzsən. Öyrənmə məqamın varsa, tam təslim olmalısan. O Cəlaləddin Rumi dəfələrlə pritçalarında göstərir ki, məsələn, bir ağa sevimli quluna gəlir, bir yemiş alır. O qədər sevirmiş ki, bu qulu onsuz heç nə tikə boğazından keçmirmiş. Gəlib danışa-danışa yemişi doğrayır, dilimləyir, verir tələbəsinə. Doğrayır və o da yeyir. Və bir müddətdən sonra görür yemişdən az qalıb, bir loğma da öz ağzına atır, dili səpir. Deyir, ay rəhmətliyin nəvəsi, bu zəhərmiş ki, sən bunu niyə yeyirsən bayaqdan? O da deyir ki, sizin əlinizdən zəhər də olsa mənim üçün bal kimi gəlir. Və bu münasibəti Cəlaləddin Rumi göstərir ki,
Müəllim, tələbə, mürşid, mürid münasibəti məhz bu cür olur. Başa düşürsüz? İndi insanları dikbaşlığa öyrədirlər. Deyirlər ki, bəs təhlükəlidir. O müəllim səni azdıra da bilər. Sən müəllimə o qədər etibar eləmə. Etibar eləmə. Tamam. Müəllim saydığı etibar elə. Müəllim saymırsansa etibar eləmə. Axtar müəllimi tap. Eyni şeyi ailə haqqında da deyirlər. Yo, sən deyir, ərinə deyir, o qədər tabe olmaq bu hardan çıxdı falan, hakim. Deyirəm, qızlar, ərə getməyin. Amma ərə gedəndə o kişiyə ərə gedin ki, onun sənin evində lider olmağı sənin acığına getməyəcək. Xoşuna gəlsin. Hə, sənin nəfsini bulandırmayacaq. Ona tabe olacağın bir kişiyə ərə gedin, lütfən. Çünki siz kişiyə tabe olmursunuzsa, siz ona sevgi hiss eləmirsiniz demək. O liderdir, o aslandır. Yəni normalda əslində məntiqlə olaraq siz deyirsiniz fikirləşirəm, hər qadın istəyər ki, öz yanında olan kişisini lider kimi görsün. Əlbəttə ki, o ondan həzz alır qadın. Məsəl üçün kişi istəyir ki, yanında gözəl bir xanım olsun, incə bir xanım olsun. Qadın nə istəyir? İstəyir ki, yanında incə bir kişi olsun. Yox, istəyir ki, güclü, qüdrətli, uzaq görən, tədbirli bir kişi olsun, aslan kimi birisi olsun. Onda ona aşiq olur qadın. Kişinin gözəlliyi yoxdur ki. Kişinin gözəlliyi kişiliyindədir. Hə, ona görə də deyirəm ki, tamam, o tabe olma o kişiyə. Amma elə bir adam seçin ki, ona tabe olmaq sizin ruhunuzu incitməsin. Var elə kişi. Axtar tabii, istəmirsən getmə ərə. Amma bil ki, bu münasibətlərin psixodinamikası budur. Psixodinamikası. Eyni zamanda kişi də bilməlidir ki, elə bir qadını seç ki, onu idarə eləyə biləcəksən. İdarə etmək hökmran olmaq, zalim olmaq anlamına gəlmir. Məsələn, bir müəllim sinfi necə idarə edir? Müdrikliklə, bəzən biraz hökmlə, amma əgər sən yalnız qamçı vasitəsilə, rəmzi mənada deyirəm, insanları idarə eləmək istəyirsənsə, adamlar sənə nifrət edəcək. Əlbəttə. Qaçacaqlar səndən. İstənilən idarəçi bunu bilir. Yəni, sevilən diktator yoxdur. Yoxdur. Sevirsə problem var artıq o insanda. Bəli, idarə eləyəndə məqamı gözləyəcəksən. İstənilən vaxt, istənilən şeyi tələb eləyənməzsən. Amma insan azar da. Hər kəsdə, yəni sizin dediyiniz kimi bir idarəçiliyə sahib ola bilməz düşünürəm ki. Amma bu idealdan biz danışırıq. İdeal həmişə bizim başımızın üstündədir. O bizi narahat edir. Biz bu idealları nağıllardan oxuyuruq, dastanlardan oxuyuruq və sonra öz həyatımızda bu dəyərləri gerçəkləşdirməyə çalışırıq. Mən idealdan danışıram. Başa düşdüm. Bu mənada ər də başa düşməlidir ki, sən evdə ağalıq eləyə bilməzsən. Sən idarə eləyəcəksən. İdarə eləyə biləcəyin bir ailə qurmalısın və o idarə ədalət üzərində qurulmalıdır, gözəllik üzərində qurulmalıdır. Sən uşaqlarına zülm elərsən, ancaq elə ağalıq eləsən, sən həqiqəti öyrənməlisən. Həqiqət əsasında idarəçilik peşmançılıq gətirmir. Konfutsi deyərdi, ritual əsasında idarəçilik peşmançılıq gətirmir. Məsələn, deyim, tutalım ki, siz uşağınıza nəyisə yasaqlayırsınız. Məsələn, konfet yeməyi yasaqlayırsınız. Uşaqsa konfet yeməyi istəyir. Ağlayır həmən dəqiqə. Atam vermədi mənə konfeti. Amma üstündən 4-5 il keçir. Böyüyür, bir şeylər anlamağa başlayanda deyir, atam düzü deyirmiş. Yaxşı verməyib. Hə, və onun atasına olan sevgisi artır. Atalar bilirlər ki, idarəçilər də bilirlər ki, etdiyi hər addımı həmən dəqiqə uşaq və yaxud həyat yoldaşı anlamayacaq. Amma onlar onu sevgidən və ədalət bilgisindən yaratdıqları üçün o əmrləri gerçəkdən belə olmalıdır. O, sonradan dərk olunanda sevgini daha da möhkəmləndirir. Peşmanlıq olmur. Amma ola bilər ki, sən məsələn, birisinin könlünə xoş olsun deyə idarə etdiyin adama yanlış bir şey eləyəsən. Onun ağlı kəsəndə deyəcək, kaş ki, sən bunu eləməyəydin. O da deyir, sən ağlayırdın, bunu istəyirdin. Kaş ki, eləməyəydin. Olur ki, məsəl üçün, bax, uşaqlar və ya məsəl üçün, həyat yoldaşı bir şey istəyir səndən, sən də onu ona verirsən.
2 həftədən sonra qayıdır sənə ki, kaş ki mənə mane olaydın bunu alanda və yaxud bunu eləyəndə. Qalırsan belə. Demək ki, idarəçi bəzən populyar olmayan bir qərar da verməlidir ki, o adamın nəfsinə uyğun deyil, amma o mütləq həqiqətə və ədalətə əsaslanmalıdır. Konfutsi deyən kimi rituala əsaslanmalıdır. O zaman peşmançılıq olmur. Onda deyə bilərik ki, yaxşı idarəçi uzun müddətli düşünməyə bacarmalıdır. Yaxşı idarəçi həqiqətə söykənib idarə edir. Həqiqətə söyləyim. Ona görə insanların həmişə möhkəm kitaba ehtiyacı var. İlahi həqiqətə ehtiyacı var. Bu həqiqət adamı xoşbəxt eləyir. İnam da ona görə yaranır. Bir-iki dəfə ona uyğun hərəkət edirsən, sonra görürsən ki, həyatında gözəllik yarandı. Bağlanırsan, Quran deyir, Allahın ipindən möhkəm yapışın. Elə sarılırsan o ipə, anladıqlarını həmən həyata keçirməyə başlayırsan. Anlamadıqlarını da müşahidə edirsən. Gözləyirsən səbrlə ki, Allah bir gün onları da sənə açar. Həqiqət belə bir şeydir. Həqiqət səadət gətirir. Həqiqətə sarılanlar xoşbəxt olurlar. İdarəçilik də həqiqətə uyğun olmalıdır. Nəfsə uyğun yox. Kişi məsəl üçün öz nəfsini məmnun eləmək üçün ağalıq edirsə, o böyük bir peşmançılıq və o ailənin dağılmasına gətirib çıxaracaq. Amma kişi idarə etməni həqiqətə, ədalətə əsaslanıb hökmünü eləyirsə, o zaman səndən inciyə bilərlər qısa müddətə, amma sonra sənə haqq verəcəklər. Başa düşdüm. Qadın məsələsinə toxunmuşkən, burada Hacı Şahin də özü İbn Ərəbidən sitat gətirir. Deyir ki, arif qadına baxdıqda Allahın sifətini xatırlayır. Allahın yaradıcı sifətini xatırlayır. Çünki qadın da həyat verici qüvvədir. Bəli, var elə bir şey qadında. Ona görə də onun bu şeyi o qədər qüdrətlidir ki, bu missiyası, o qalan bütün missiyalar sönmüş vəziyyətdədir. Və Allah ondan o bir şeyləri də istəmir. Məsələn, məni həmişə düşündürür ki, qadınların ən böyüyü, məsələn, Quranda və Tövratda adı çəkilən, İncildə adı çəkilən, Tövrat deyirəm, İncildə adı çəkilən qadınların ən böyüyü Məryəmdir də. Həzrət Məryəmdir, İsa'nın anası, İsa Peyğəmbərin anası. Və onu məbədə adayırlar. O vaxtlar uzi falan yox idi, ata-anası bilmirdi, oğlan da olacaq, qız da olacaq. Və onu məbədə verirlər. Məbəddə onun üçün xüsusi yer düzəldirlər ki, bu Allaha ibadət eləyəcək. Bu qız Allaha xidmət eləyəcək. Pərdə düzəldirlər. Zəkəriyyəni məsəl üçün püşk atma ilə seçirlər. O onun ruhani tərbiyəsinə məsuldur. Həm yemək gətirəcək, həm nəzarət eləyəcək ona. Belə bir unikal qədim dövrdə analıq olmayan bir hadisə baş verir. Və bu qız çox təmiz, çox ibadətli birisi olur, çox nəcib birisi olur. Allah neynir? Allah ona analıq bəxş edir. Onu peyğəmbərliyə gətirmir. Onun oğlu peyğəmbər olacaqdı. Ona isə analıq verir. Ki, qadının ən böyük missiyası analıqdır. Onun Allahın yaradıcı sifəti də odur, onda odur. Allah kimi həyat verir. Və o analıq zəbt eləyir qadını. Analıq müəyyən mənada qadını kör də eləyir. Məsələn, heç bir anaya deyilməzdi ki, İbrahimə deyilən kimi, oğlumu qurban ver, ana buna gedənməz. Və Məryəm də buna getmir. İncildə ayələr var ki, məsələn, İsa Peyğəmbər danışanda insanlar ona qulaq asırlar. Məryəm orada danışırdı ki, mən balamın başına hava gəlib qulaq asmayın ona. Qorxurdu balası üçün. Bilirdi ki, həqiqət söyləmək yaxşı bir şeylə qutarmayacaq onun üçün. Qorxusundan deyirdi və sonra bir yer olur orada. Gəlirlər İsa Peyğəmbərə deyirlər, böyük bir kütlə var ətrafında. Deyirlər ki, anam və qardaşların gəlibdi. Olar biz onu keçirək bu kütlənin içərisindən. Deyir, lazım deyil. Siz mənim anam, siz mənim qardaşlarım. Çünki bilir ki, anası gələndə deyəcək, bula gedəyim bizə. Çünki onun üçün o evladdır. Onun üçün o böyük bir həqiqət carçısı deyil, xilaskarı deyil. Onun üçün o evladdır. Analıq tutur adamın gözünü. Analıq çox güclü bir alətdir və qadının ən böyük missiyasıdır. Təəssüf ki, biz elə bir zamana çatdıq ki, qadınlığı alçaltdılar.
İndi ən çox analığı da alçaltdılar və ən çox feministlər onu alçaldırlar. Bizi uşaq doğan maşın kimi mi görmək istəyirsiniz deyə hayqırırlar. Qadınlığın ilahiliyini, analığın ilahiliyini görmək istəmirlər. Bu bunlara az gəlir missiya olaraq. Ana olanda bunu başa düşürlər. O təəssüf ki, o feministlərin heç birisi ana deyil. Ana olanda feminizm qurtarır. Bəlkə də ola bilər ki, sizin bəzi adamlar bayaq siz dediyiniz kimi sevmədiyi adamdan dünyaya uşaq gətirir deyə o analığın hissini tam yaşaya bilmir. Ola bilər nəsə orada bir problem var. Bütün hallarda Çünki bir insan necə istəməz ki, orada bütün hallarda problem var. Amma o analıq yaşayanda insan başa düşür ki, bu bir aləmdir. başqa bir şeydir. O bir aləmdir. Amma özü üçün yaşayan adamlar, özü belə bir fəlsəfə yaradıblar son vaxtlar ki, özü üçün yaşayan adamlar insanların ən aşağı adamıdır. Uşağını dənizdə atıb boğan bir xəbər çıxdı bu yaxınlarda. Nə bilim, zibil yeşiyini atan analar görəndə bilin ki, elə özü üçün yaşayan adam tipi odur. Əsl ana uşağı dünyaya gələndən sonra özünü unudur. Uşaq üçün yaşayır ancaq. Və bu balacalıq deyil, bu həyat əksikliyi deyil, bu həyatın ən dolğun formasıdır. Elə çox danışmaq olar analıq haqqında. Deməli, bu mövzuya bir dənə sual verəcəm əlavə. Məsələn, siz deyirsiniz ki, qadın ana olandan sonra hər şeyi unudur, düzdür? Məsələn, mən Arxa plana keçir. keçən dəfə bir şeydə Karyera falan. Keçən dəfə bir şeydə oxudum. İnsanların boşanma səbəblərindən biri də qadın ana olandan sonra daha çox bütün fokusunu uşağına yönəldir deyə həyat yoldaşı qalır arxa planda. İstər cinsəlliyi baxımından, istər başqa baxımdan da, yəni artıq sanki ona çata bilmir və yaxud da istəmir, başa bilmirəm. Və boşanmaların bir çox səbəbi də budur ki, artıq kişi ikinci planda qalır. Bu haqqda nə deyə bilərsiniz? Bu bir böyük səhvdir. Bunu ortadan tutmaq lazımdır. Şərqdə bunu həmişə biliblər müdrik adamlar. İndiki müdrik adamlar da bunu bilir. O günü bir qadın danışırdı, ondan eşitdim. Hakamada adında. Deyir ki, qadınlar... Filosofdur. Müdrik adamdır, deputat olubdur Rusiyada. Deyir ki, ərli qadınlar bunu başa düşməlidirlər ki, kişinin həyatında sən birinci olmayacaqsın. Birinci onun həyatında işidir. Kişi iş vasitəsilə özünü təsdiq eləyir. Onun qəhrəmanlıq alanı olmalıdır. Razıyam. Yaxşı kişi olması üçün. Ovlayır orada, qənimət gətirir. O orada özünü təsdiq eləyir. O özünü təsdiq eləməsə, o kişi kimi olmur. Bir professional sferası olmalıdır özünü təsdiq üçün. O birinci yerdə durur. İkinci yerdə onun üçün dostları durur. Dostları Konfutsi deyir, nəcib kişini insanlıqda möhkəmləndirir. O dostluq münasibətində özünü dərk eləyir. Öz ürəyini yoxlayır, öz kişiliyini yoxlayır. O münasibətlərdə formalaşır. Kişilər arasında tartışmada, münasibətlərdə. Yalnız üçüncü, dördüncü yerdə ana və uşaqları gəlir. Qadın və uşaqları gəlir. Qadın bunu bilməlidir. Və bu normaldır. Bu rola razılaşır. Yox, sən özünü birinci yerə qoymaq istəyirsənsə, sən o kişidən əski düzəldəcəksən. O həmişə səndən qorxacaq, sən bunu eləyə bilərsən, başının ətini də yeyə bilərsən, daima tənqid eləyib əzə bilərsən kişini, nəticədə kişi səndən qaçmağa çalışacaq. Amma qadın üçün tam tərsidir. Qadın üçün birinci yerdə əri durmalıdır. Uşaq yox. Bunu biraz düşünməlidir. İkinci yerdə uşaqlar durmalıdır. Üçüncü yerdə iş. Və normalda bu belədir. Bu düzən yaradan bir dəyərlər aksiyologiyasıdır. Bu həm də əvvəldən təməl ehtiyacdır. Yəni əvvəldə keçmişdə bunu bilirsiniz, nağıllarla, məişət fəlsəfəsi ilə uşaqlara aşılayırdılar. Amma biz elə qəribə bir zamanda yaşayırıq ki, bizim təhsilimiz tamamilə keçmişimizin əleyhinədir və keçmişi çeşitli yollarla diskriminasiya edirlər. Qədimliyi çeşitli yollarla diskriminasiya edilir. Güya ki, bugünkü insan çox böyük bir müdriklüyə çatdığı da budur. Ailə institutu ciddi bir böhrandadır. Doğuş düşüb. bütün dünyada. Bütün mexanizmlər hamısı sarsılmaq üzrədir. Yaşam mexanizmləri, qocalar evinin sayı artıb, həmən o Avropada. İnsanlar
tənha ölürlər. Ola bilər ki, əvvəldən yaradılan dəyərlər var, hansı ki, sizin də bəhs etdiyiniz. O dəyərlər həqiqi dəyərlər deyilmiş. Əvvəlki dəyərlər. Yəni qüvvətli deyilmiş deyə bu qədər sarsıldı bir dövrün içində. Belə bir şey fikirləşmisiniz heç? Yox. Belə şey fikirləşməmişəm. Bu dəyərləri sındırmaq mümkündürsə sındırın məntiqi. Yəni biz bunu ona görə dağıda bilirik ki, bu dağıla bilir düşüncəsi. Məsələ də burasındadır ki, siz bunu dağıda bilmirsiniz. Siz bunu dağıda bilsəydiniz, məsələn mən də o Sovet dövrünün uşağı olmuşam. O dağılmış münasibətlərin içindən çıxmışam. Mən 50 yaşımda bu şeyləri dərk elədim ki, hər şey yanlışdır. O vaxtdan başlamışdı, yoxsa? Hardasa 40 yaşımdan sonra şübhələrim yarandı ki, nələrsə düz deyil. Bu yeni dünya düzəni düz deyil. Sonra şərq fəlsəfəsinin içərisinə girdikcə baxdım, bu kişilər bunu biliblər. Və sizə bir şey söyləyim, bütün bu LGBT, nə bilim, rəngli bayraqlar zad, bu fəlsəfənin də sonu gəlir çatır. Və Qərb dünyasının özündə olan hərəkətlənmələr göstərir ki, orada da bir U dönüşü etməyə hazırlaşırlar. Bu dəyərlər o qədər sarsılmazdılar ki, insan ondan uzaq düşə bilməyəcək. Düşərsə məhv olacaq həyatı. Bütün egzistensiyanı risk altına salır. Amma geri qayıdın və o dəyərlərinizə sahib çıxın deyənlər də onların səsi çox ucadan gəlməyə başlayacaq bundan sonra. Əslində Jean-Jacques Rousseau belə bunu demişdi. Geriyə, təbiətə deyəndə o başa düşmüşdü ki, bu sivilizasiya yanlış yolla gedir. Bunu anlayan filosoflar çox olubdu. Ki bu yanlış bir yolla gedir. Spengler bunu anlamışdı. Schweitzer bunu anlamışdı ki geriyə qayıtmaq lazımdır. Əski insanlıq dəyərlərinə qayıtmaq lazımdır. Onlar işləkdir, yenilərsə işlək deyil, yaşarı deyil. Ona görə də uzaqlaşdıra bilərlər, amma onları ləğv eləyənməzlər. Bu ayələri Allah elm verdiyi insanların ürəklərinə qazıyıbdır. Bu bizim fabrik ayarlarımızda mövcuddur. Bundan çox uzaq düşəndə bəzi insanlar dərinə gedib olar bir də təzədən bərpa edəcəklər. Bu silinə bilməyəcək yer üzündən, şükür Allaha. Modernlə də bağlı bir priça var burada. Deyir, bəzi ölkələrdə gender bərabərliyi adı ilə ata və ana ifadələrindən imtina olunur. Yəni onlar bir saylı və iki saylı valideyn olurlar. Bu da 2 dəfə eşidirəm. Bu təbiətə zidd addım insanı xoşbəxt eləyə biləcəkmi? Və deyir ki, nəsillər arasında müəyyən fərqlər var ki, orada bunları da göz ardına vurmaq təklif olunur. Ər və arvad arasında çətinliklər yaşanırsa, bu çətinliklərə dözməmək tövsiyə olunur. Yəni əslində bunları biz sizdən də çox eşitmişik. Beləcə insanlar arasında ünsiyyət pozulur, gənclər yaşlılara qarşı dözümsüz davranır, ailə üzvləri bir-birinə güzəştə getmir, ailə bağları zəifləyir və daha böyük çağırışlar müqabilində aciz qalır. Əslində hər şeyi açıqladınız elə azınca. Səbir yoxdur. Güzəşt. Müasir adam, müasir gənc həqiqət haqqında bilgisizdir deyə ömrünü həqiqətə hazırlamaq adlı bir zərurəti görmür. Bunun üçün səbirlə silahlanmalı olacağını ağlına gətirmir. Müasir müdriklər ona bunu demirlər. Ona görə tamamən əliyalın və hazırlıqsız şəkildədir müasir gənc. O mütləq səbrini basıb qədim texnikaları öyrənməlidir, qədim bilgiləri öyrənməlidir. Valideynə münasibət və ailə dəyərlərinə münasibət o iki açar yerlərdir ki, onun vasitəsilə bütün doğru görüntünü bərpa eləmək olar. Bilirsiniz, Sovetin vaxtında biz yaşayanda televizorların arxasında 2 dənə belə şey var idi. Nədir adı? Düymə var idi. Düymə deyildi, belə regulator deyək, tənzimləyici. O 2 tənzimləyicini tənzimləmək vasitəsilə bütün mənzərəni doğru mənzərəyə çevirmək olurdu, görüntü normal olurdu. Dini kitablar çox vaxt
bir-iki sadə bir şeydən yapışırlar, onu tənzimləməyə çalışırlar. Məsələn, valideynlərə münasibət. Bəziləri deyər, mən özüm də uzun illər deyirdim ki, nə dəxli var, bunu niyə ilahi kitablara yazsınlar ki? Yox, onu bir diqqətlə oynat ki, səbirlə. Bütün gözün görüntüsü düzələcək. Əgər sənin valideynə münasibətin doğru nizamlanmayıbsa, sənin dünya görüşün əyri gedəcək, Allaha gedən yolda tapa bilməyəcəksən. Bax, bu kişi-qadın rollarındakı ideal harmoniyanı da, Allahın qoyduğu harmoniyanı da öyrənib ona can atmaq lazımdır. Ona nail olmasalar insanlar doğru görüntü alınmayacaq həyatlarında. Sadəcə indi siz fərqli bir zamana da gəlmişik. İndi insanlar təbiəti öyrənmirlər, təbiəti uydururlar. Ağlındakı bərabərlik düşüncəsindən. Mən çox xoşlayıram bu pritçanı deməyə, bir də təkrarlayacağam. Bir Çinli ustad tələbəsi ilə gedirmiş, Zen buddist. Tələbəsi ilə gedirmiş və tələbə yolda bir tısbağa görür. Görür ki, tısbağa yeriyir, deyir, nə qəribə bir məxluqdur tısbağa, müəllim. Biz həmişə görmüşük ki, ət sümüyü örtür. Bu dəfə sümük əti örtübdür. Acayip. Müəllim də baxır buna, bilir sual hardan doğur. Çıxarır ayaqqabısını, qoyur tısbağanın üstünə. Tısbağa da belə yöntəmsiz şəkildə hərəkətləyir, ayaqqabı təbii ki düşür. Və bir qapaz qoyur tələbəsi. Şərq müəllimləri sərt olublar. Pritçə burada bitir. Amma biz düşünürük. Niyə? Bəli, baxırsan ki, çox vaxt ət sümüyü örtür. Amma bu dəfə sümük əti örtübdür. Sənə uydurmaq mı lazımdır həyatı? Sənin gözün güləşirmi gerçəklikdən? Gözün görmək istəmir gerçəkliyi. Səndən isə gözünü geniş açıb gerçəkliyə baxmaq lazımdır. Sən Allah mısın? Gerçəkliyi Allah yaradıb. Sənə dərk etmək qalıbdır. Sən dərk edənsən. Sən dünyanı yaradan deyilsən. Sən isə gözünlə belə yaramazlıq eləyirsən. Baxırsan, baxmaq əvəzinə gerçəkliklə güləşirsən. Bu niyə belədir? Bax, feminizm gerçəkliklə güləşməkdir. Baxmaq istəmirlər həyata. Ki, bu qadın bu cürdür, kişi isə bu cürdür. Ağıllarındakı süni bərabərçilikdən, eyniyyətdən çıxış edirlər. Gerçəklikdə isə o eyniyyət yoxdur. Gerçəklik insanı pərt eləyir həmişə. Özünün asimetriyası ilə, özünün dırnaq arası məntiqsizliyi ilə. Çünki onun məntiqi daha alidir. Sən onu öyrənməyə çalışmalısın. Sənsə uydurursan. Bu sivilizasiyanın nə nailiyyəti varsa, qərb sivilizasiyasının, elmi təfəkkürə görədir. Elmi təfəkkür isə varlığı uydurmur. Necə var, baxır ona. Dəqiqlik. Təəssüf ki, humanitar elmlərə gələndə son bir əsrdir, biabırçılıq hökm sürür. Ağıllarından çıxış edirlər, ağıllarındakı illüziyalardan çıxış edirlər. Gerçəkliyə baxmaq fikrində deyirlər. Gerçəkliyi uydururlar belə. Gerçəkliyə baxmaq fikrində Əvvəlki kimi deyirlər. filosoflar çıxmır. Qətiyyən baxmaq fikrində deyirlər. Mən məsələn sual qoyuram, bir nəfər mənə cavab vermir bu ki, niyə qadınlar şahmatda kişilərdən ayrı federasiyalarda oynayırlar? Niyə qadınlar üzrə dünya çempionu ilə kişilər üzrə dünya çempionu arasında 200 elo reyting fərqi var? İzahını verin. Verə bilmirlər. Amma mübahisəyə davam edirlər. Bax, belə bir sırtıq zamanaya gəldik, çıxdıq. İntellektual sırtıqlıq. Cavab yoxdur. Düşüncə də yoxdur. Çünki humanitar sahəyə gələndə, fəlsəfə sahəsinə gələndə insanlar gerçəkliyə baxmaqdansa gerçəkliyi uydurmaq fikrinə düşürlər. Bütün insan haqqında bunların humanistik düşüncələr hamısı uydurmalara əsaslanır. Gerçəkliyi öyrənmək istəmirlər. Əcayib şeydir. Bir də bu səbirsizliklə bağlı. Məsələn, indi deyirsiniz ki, səbir yoxdur. İnsanlar artıq dözə bilmirlər bir-birlərinə. Məsələn, indi mən xəyal qururam.
deyək ki, siz 4-5 əsr bundan əvvəl yaşamış olsaydınız, bir müdrik adam kimi, sizin yanınıza gəlmək istəyən və yaxud sizdən dərs almaq istəyən insan deyir ki, bir xeyli yol qət eləməlidir. Gəlib birincisi, amma indi hər şey asandır. Sizə istəyir zəng vurur, istəyir seminarınıza baxır, istəyir podkastınıza gəlir. Məsələn, eləcə də yemək. Məsələn, əvvəl yemək üçün lazım olan ərzaqlar almaq üçün durub harasa gedirdin və yaxud da əkirdin, gözləyirdin ki, bu nə vaxtsa sənə bar verəcək və sən bundan nəsə düzəldəcəksən. Amma indi hər şey artıq hazırdır. Və artıq sanki bu səbirsizliklər və hər şeyə rahat insanların əl çatması, düzdür, təbii ki, dünyada hələ də 30% insan hələ də hər şey əl çatmır. Əl çatması artıq insanların hər şeyə bu qədər rahat şəkildə ola bilərmi? Bəlkə də bunlar da biraz artıq əsas dəyərləri arxa plana atır, zədələyir. Ağlı olanlar başa düşməlidirlər ki, bu əl yetərliliyin özü də, asanlığın özü də ən böyük əngəldir və ən böyük çətinlikdir. Və kim ki bu əngəli və çətinliyi aşa biləcək, yalnız o həqiqət yolçuluğunu sürdürə biləcək. O biriləri o müəssər olmayacaq. Gəlib müəllimlə toqquşa bilərlər, söhbət eləyə bilərlər, heç nə götürə bilməyəcəklər. Dərin və daxili yolu gedə bilməyəcəklər. O asanlığı aşmalıdır. Bu mənada indi çətinlik daha çoxdur. O asanlığın özü böyük bir çətinlikdir. Qəşəng. Bir də müəllim, burada belə bir şey var, mən açığı başa düşmədim heç. Deyir ki, peşmançılığın əsas səbəbi insanın öz potensialını dərk etməsidir. Dərk etməsidir, hə. Bu tam başa düşmədim açığı. Çox gözəl bir şeydir. Peşmançılıq ona görə olur ki, İnsan yapa biləcəyini yapmış, yapmamalı olduğunu yapır və başa düşür ki, imkanı var idi onun. İnsanın imkanı var idi bu pis işi eləməməyə, özünün egosunun və nəfsinin ehtirasına uyub bu işi eləməməyə imkanı var idi. Onu çox yandırır bu və onun imkanı var idi ki, çoxlu xeyir işlər görsün. Üzü ağarardı, qəlbi ağarardı. İnsan bilmir ki, o necə bir varlıqdır, onun ən böyük faciəsi odur. Allah böyük mərhəməti ilə ona deyir ki, ey insan, səni mən öz nurumdan yaratdım. Sən mənim kimi olmağa məcbursan. Sən xeyirxah olmağa məcbursan. Sən müdrik olmağa məcbursan. Ədalətli olmağa məcbursan. Eləmə ədalətsizliyi. Özünü məhv etmiş olursan, it kimi peşman olacaqsan. Axirətə gələndə peşman olacaqsan ki, bunları mən eləyə bilərdim, eləmədim. Quranda ayələri var ki, deyir, axirətə gəlmişdir, kaş ki geri dönəydim, özüm üçün bir şeylər eləyəydim. Potensiyası var idi axı. Gecdir artıq. Gecdir. Ona görə zamanınızı, imkanlarınızı, resurslarınızı yer üzündəykən dəyərləndirin. Sən axı bilirsən ölüm var. Ey insanoğlu, sən bilirsənsə ölüm var, sənə buraxılmış zamanı mümkün qədər necə mənalandıra bilərsən? Düşün bunun üstündə. Ciddiyyətin azdırsa, ibadət elə. Müqəddəsləşdir içini, təmizlə içini ki, o ciddiyyət artsın səndə. Bugün yetərli qədər deyil ciddiyyət, anlaya bilmirsən məsələni. Ciddiyyətivi artır. Yüngül olma, deyir Budda. Yüngüllər ölü kimi bir şeydilər. Ciddilərsə ölümsüzdülər. Ciddiyyət potensiyasını artır ki, biləsən ki, ölüm var və mən mütləq öləcəm. Atam, anam, nənəm, babam nə tər öldülərsə, hara getdilərsə, mənim də ora gedişim qarşısı alınmazdı. Elə isə zamanı mən necə dəyərləndirə bilərəm? Bu imkanı, bu resursu ancaq xeyir əməllərlə dəyərləndirə bilərsən. Müəllim, amma indi deyirlər ki, daha doğrusu belə bir tendensiya, düşünmək depressiyaya yol açır. Çox düşünmək. Bax, indi siz dediniz, o dəqiqə ağlamayaq, həqiqətən bunu çox eşitmişik də, yəqin ki, siz eşitmişsiniz. Düşünmək depressiyaya yol açır. Amma siz deyirsiniz ki, düşünmək lazımdır. Bəli, çox maraqlı bir məqamdır. Əslində, insan
ibadətə başlayanda kənar adamlara elə gəlir ki, o depressiyaya qapılıbdır. Məsələn, Məhəmməd Peyğəmbərin Hira dağına çəkilməsi, hər axşam evindən çıxıb getməsi, indi müasir adam baxsaydı, deyər ki, adam depressiyadadır, Depressiyada. ailədən qaçır, nəsə baş verir bu adamın həyatında. O isə depressiya deyil. O, bir aləmin çökməsi, yeni bir aləmin yaranmasıdır. Təbii ki, bu aləmin dəyərləri çökür. O şeyə ki, sən bağlanıb yaşayırdın, o şeylər səni daha yaşatmır. Və bu dünyaya bağlanıb yaşadığın şeylərdən əl çəkəndə gerçək dəyərlər gəlib sənin əlindən tutur. Allahın səsini eşitməyə başlayırsan. Gerçək dəyərlər başlayır. Ona görə də insan qorxmamalıdır. Hindlilər deyirlər ki, həqiqət yolçuluğu dikabraz yeməyə oxşuyur. Dikabraz yeməyə. Dikabraz bilirsiniz nədir? Yox. Bəlkə rusca deyirəm. Bu bir heyvandır, kirpidir, yekə bir kirpidir. Çox uzun tükləri var bunun, ox kimi. Atır da hətta onları. Onu bir piton yeməyə başlayanda başından tutur və başlayır udmağa. Birdən yarı yolda düşünsə ki, bunu qaytara bilərəm, o oxlar olub, o tikanlar batacaq ona. Geri qaytara da bilməyəcək. Bunu ki, başladın, gərək yeyəsən axıra qədər. Çox gözəl bənzətmə ediblər. Bu yolu keçəndə, bura girirsən, depressiyaya oxşuyur. Həyatdan küsürsən sanki, həyat bitdi. Həyat bitir, yeni həyat başlayır. Hər ölümdən sonra bir həyat vardır. Və bu dünya üçün öləndə o bir dünya üçün dirilirsən və əsl həyatın mənbəyinə gəlib çatırsan. Ona görə burada daha dərinə getmək lazımdır. Daha dərinə. Mən, məsələn, çoxsu merak edir ki, sən Asif Ata qəribə bir filosof idi, çox ziddiyyətli fikirləri vardı. Siz onu necə öz ustadınız saya bilərsiniz? Təbii ki, onun da bütün fikirlərini bölüşmürəm. Amma bu adama da Allahın lütfü var idi. Məsələn, bir dəfə mənə belə bir söz dedi, ömrü boyu unutmaram. Dedi ki, dərinləş oğul, ən dərindəki ilə üzdəki bütün kirləri yandırıb yox eləyəcəksən, təmizləyəcəksən. Təmizliyin mənbəyi dərindədir. İşıq da dərindədir. Dərinlik nicatdır. İndi insanları səthiliyə çağırırlar. Dərin düşünmə, yox sənə qarşı bu üzdənçilik, bütün bu keyf məclisləri, araq içmək, bütün bu narkotik, bu həyat, əyləncə, bunlar hamısı insanı periferiyada dincəltmək üçündür. İnsanı periferiyaya çağırır. İnsanın həqiqi cənnəti isə dərinlikdən gəlir. Tası bunu biləsən necə də girirsən o dərinliyə. İndi də ona görə hər halda ki, dərin və yaxud da dərinləşməyə çalışan insanlar tək qalırlar. Çünki əksərən eşitdikləri söz bu olur. Əşi sənə qalıb, sənin nə işi və yaxud da dünyanın dərdini sənə eləyəcəksən. Yəni tez-tez eşidirik də bu sözləri. Tənhalıqdan qorxmayasan. Bu yolun belə bir cəhəti var. Sən tənhalaşırsan, dərinliyə gedirsən, amma elə ki getdin, çatdın ora, çıxanda qayıdıb görsən ki, çoxlu dostların var. Eynən. Çox adamın ehtiyacı yaranırmış sənə. Çünki onların dərman saydığı şeyi sən artıq gedib tapıb gətirmirsən. O müdriklük, o hikmət dərman olaraq cəlb eləyir insanları. Yəni bu da demişin ciddi ol. Bəli, bəli. Müəllim, deməli burada bir dənə bir şey var. Vaxtımız da biraz az qalıb, artıq daha çox getdi. Amma yenə də çalışsam bir 2 sual içimizə sıxışdıraq. Yəni bu örnəklər o kitabdan ki seçmisiniz, bunlar çox maraqlı, işıqlı məsələlərdir. Biz də bunu bir səbəb qılıb Eynən və uzundur, çox edirik. demək Sağ olar. olsun, Allah rəhmət eləsin Hacı Şahinə ki, bu gözəl mövzulara toxunubdur. Deyir ki, məsələn, başqalarının şəxsi həyatında qurdalanmaq, qeybət və böhtanları dinləmək bizə nəinki heç nə vermir, hətta fikrimizi özümüzdən və öz həyatımızdan yayındırır. Bununla da özümüzə ziyan vurur. Şəxsiyyətimizə və yaşadığımız mühitə heç bir xeyri olmayan məlumatları qəbul etməklə fikrimizi lazımi istiqamətdən yayındırır və faydamızı unuduruq.
Səthilik burada çox hiss olunur. Sizin dediyiniz o səthilik. Müasir adamın ən böyük problemi odur ki, o bilmir ki, o bir tara bənzəyir. Mən məsələn tar çalmışam da. Tar Həqiqi. çox, mən tar çalan olmuşam. Sizdə hər şey Hə. Tar çox kaprizli bir alətdir. Həmən məsəl üçün çölə çıxartdın, gəldin içəriyə, kökdən düşür. Aa, Pianino belədir ki, həmişə evdədir. Orada da temperatur müəyyən qalır. Bir dəfə kökləyirsən, 6 ay gedir, nə bilim 1 il gedir. Amma tar çıxdın çölə, gəldin, bir də kökləməlisən. Otağın havası dəyişdi, bir də kökləməlisən. Simlər kökdən düşür. Elə belə qalanda da kökdən düşür. Və bu mənə əzab verirdi. O vaxtda belə smartfonlarda olan kamertonlar yox idi də. Onu kökləmək çox çətinliklə kökləyirdim. Kökləyə də bilmirdim çox zaman. Elə xaricdə çalırdım. Bu da çox zərər verirdi mənə. Gərək doğru kökdə olan alətdə məşq eləyəsən. Sonra başa düşdüm ki, insanlar da elə köklərini itirirlər, köksüz yaşayırlar. Bax, ibadət və namaz, Quran oxumaq adamı kökləyir. Quran oxuyursan, o ayələrlə özünü həqiqətə kökləyirsən və həqiqət kökündə gəzirsən o biri namazına qədər. Namazda nə? Namazın canı Quran oxumaqdır. O biri namazına qədər kökün düşür, bir də təzdən kökləyirsən özünü. Həmişə kökdə qalmaq səni pis əməllərdən, axmaq işlərdən qoruyur. Müasir adam kökdən düşür, kökdən düşmüş musiqi aləti kimi. Elə də yaşayır. Duymur. Əməllərinin, sözlərinin, hərəkətlərinin falş olduğunu duymur. Xaric olduğunu duymur. Xaric hərəkət edir. Ədalətsizlik nədir? Xaric səslər çıxaran alətdir. Zülm eləyir, xəbəri də yoxdur ki, zülm eləyir. Qarşısındakını incidir. köklü alətin səsini bilmir. Məsələn, sən köksüz çalmağa alışırsansa, sən artıq səndə feedback yoxdur da. Sən sadəcə olaraq barmaqların yerini qoyursan, amma səslər o deyil. Səslər o deyil. Və yaxşı bir həqiqət yolcusu musiqiçi kimidir. Onda harmoniya hissi inkişaf eləməlidir. Və o Allahın verdiyi həqiqətin kamertonu ayələri şeyində, səviyyəsində qəlbini kökləyib çıxmalıdır çölə. İnsanlarla görüşürsən, adamın kökü yoxdur. Köksüz adamla yarım saat danışırsan, kökdən çıxırsan. Məsələn, mən gənc olanda, mən müəllim işləmişəm də həmişə. Müəllimlər otağına girəndə 15 dəqiqə sonra yaşamaq istəmirəm. Nə söhbətlər var. Hamı 90-cı illər, hamı şikayət edir. Müəllim sinfi də çox dəhşətli şikayətçidir. Çətin də yaşayırlar, anlamaq da olar onları. Şikayət edirdilər, mən həyat, dünya gözümə qalır. Mən uzun müddət şikayətçi moduna girmişdim. Ruhaniyyata isə ancaq şükranlıq modundan girmək olur, kökündən girmək olur. Sonra bunu anladım. O qədər ekoloji kirli mühitlərdə oldum, belə axını ilə getdim. Sonra başa düşdüm, bu prosesləri ələ almaq lazımdır. Gərək köklənəsən. Yoxsa boş-boş söhbətlər, köksüz adamlar səni də kökdən çıxaracaqlar və azdıracaqlar. Hər bir adamdan bir kök götürürsən. Ona görə, məsələn, məndən soruşanda deyim, nə etmək olar? Deyirəm, ya bir Quran oxu, ya da Quranın nəfsində köklənmiş ustadların bir videolarına qulaq as ki, gündə bir yarım saat. O səni kökləyəcək. Çünki sən daima kökdən düşürsən və günlərin bir günü özünü kökləməyə öyrənəcəksən. Əsl sədaqət ondan sonra başlayır. Həqiqətə sədaqət. Dünyanı köklü adamlar xilas edirlər və onlar xaric səsləri xalis səslərdən ayıra bilirlər və onlar xeyir şərdən ayıra bilirlər. Ona görə seminara gələn insanlar sanki o üzlərindəki, bilmirəm, o ifadəyə fikir vermiş yoxsa yox. Xüsusi ruhani rəng olur. Elə bir indi köklənmiş halda çıxırlar sanki. İndi bir də mən Ona görə məsələn mən konfransları sevmirəm.
Məsələn, bəzən olur gedirəm 3-4 nəfər adam çıxış eləyir. Mən məsələn bir kökə salıram adamları. O birisi başqa kök qoyur. Və disbalans yaranır. Mən bunu istəmirəm. Mən qoy öz kökümü verib adamlar o köklə də getsinlər. Başa düşdüm. Okey, sən danışmaq istəyirsən, sən gəlib öz köküvə kökləyərsən insanları, o kökdə musiqi parçası çalarsan, gedərsən. Bir kökün üstünə o biri kök qoymaq olmaz. Hə. Bunun bir faydası olacağını düşünmürəm. Çox köklü musiqilərə qulaq asıb bir fayda almaq mümkün deyil düşünürəm ki, yorulur insan sadəcə. Ona görə məsələn elmi konfransları mən çox da sevmirəm. Çalışıram getməyim də. Cavanlıqda çox getmişəm. O danışır, sonra bu birisi danışır. Hamı yorulub, Tuta bilmirsən. hər kəs də öz kökünü verməyə çalışır. Güya ki bu elm mübadiləsidir. Bu belə olmur. Elə əslində seminar demişkən elə buradan da bir artıq duyurumuzu da eləyək. İnşallah yanvarın 18-i saat 14:30-da bu səfər tamam fərqli bir konsept. Canlı podkast eləyəcəyik Müşfiq müəllimlə və gəlib bunu canlı izləmək şansınız olacaq Azərbaycan İlahiyyat İnstitutunda. Yəni aşağıda nömrə qeyd ediləcək və kimlər qoşulmaq istəyərsə, canlı dinləmək, köklənmək istəyərsə yazıb bilet ala bilərlər. Son olaraq da Müşfiq müəllim Bir də izləyicilərin sualları əsasında olacaq. Elə bu videonun altına suallarını da yazsınlar. Bunu deyək, bu videonun altına suallarınızı yazırsınız və ən yaxşı sualları biz seçəcəyik. Bu ola bilər şəxsi sual da olsun, ola bilər hər hansı bir sizə maraqlı gələn bir mövzu ilə bağlı da sual olsun, tənqidi sual da ola bilər. Ən yaxşılarını seçəcəyik və Müşfiq müəllimi ünvanlayacağam mən. Müşfiq müəllimə cavabını verəcək və çox maraqlı olacağını düşünürəm. Ən yaxşı deyəndə məsəl üçün belə bir yarış deyil, mənim ağlımın batacağı sual olsun. Yəni mən hamısı seçib atıram, siz oradan belə eləyək. Anladığım sualların, çox sualların cavabını bilmirəm. Çünki sizə həqiqətən sual çox olur, ona görə yəqin ki, onu çatdırmarıq. İndi müəyyən qədər seçmək lazımdır. Onda Müşfiq müəllim sizə çox yormayaq. Son olaraq bunu da deyək və buna da açıqlama verin. Bu sözü mən sizdən çox eşitmişəm. Bir də bunu da qeyd edim ki, mən həyatımdan şikayəti, indi siz artıq müəyyən bir səviyyəyə gəlmiş insansınız. Mən bu yolu təzə-təzə gedirəm. Məsələn, mən həyatımdan şikayəti çıxarıb, şükranlığı artırandan sonra mənim bütün işlərim hamısının normal qaydasıdır və tələsmirəm çox da. Yəni artıq o tələskənlik biraz sanki arxa planda qalıb. İndi bunu praktik olaraq hal-hazırda özümdə hiss edirəm. Son olaraq əgər deyir ki, Hacı Şahin, əgər siz şükr etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin? Həqiqətən Allah insanlara lütf edəndir. Lakin insanların bir çoxu şükür etməzlər. Yəni sizə baxsan ki, çox sadə bir şeydir də sən. Yəni bunu hər təfəkkür sahibi anlaya bilər. Son olaraq da bir sonluğu qoymağımızı istəyərdik. İnsan gözünü açanda həyatı zalım ata kimi görür, ögey ata kimi. Anlaya bilmir ki, bunu niyə döyürlər? Həyat bunu niyə incidir? Niyə bunu vurur? Elə ki, bir şükranlıq elədi, anladı, başa düşür ki, bu niyə görədir və başa düşür ki, səni ona görə qamçılayırlar ki, sən həqiqətə doğru gələsən, xilasa doğru gələsən. Bunu anlayandan sonra sən anlayırsan ki, o ögey ata deyil, o gözəl ataymış, həqiqi ataymış və sənə pis şey arzulamazmış. Bunu anlayırsan. Cəlaləddin Rumidə buna uyğun bir pritçə var. Onu da danışım, məsələ tam aydın olsun. Deyir ki, bir kişi bir gün çayın qırağında yemək yeyir, ağzı açıq da yatır. Bağçanın qırağında, çayda. Və bir ilan gəlir, sürünür, girir bu adamın yatmışkən ağzına. Bunu da yoldan keçən bir atlı görür. Görür, necə buna kömək eləmək olar? Yaxınlaşır, ona bir dənə qamçı vurur. Adam qalxır, görür ki, atın üstündə bədheybət bir kişi bunu qamçılayır. Ay insan, mən sənə neynəmişəm? Atan atana borclu deyil, nə bilim, nə olub? Harda mən sənin xətrinə dəymişəm ki, sən məni incidirsən? O da bunu başlayır qırmancılamağa, heç nə demir, atını sürür üstünə. Bu adam qaçır onu dalayıca, bu adam qaçır onu dalayıca. Gəlirlər, alma bağına girirlər. Və adam qamçılayır atın üstündəki, deyir, ye o çürümüş almaları. Əzaba oxşayır da. Mən bu çürümüş almaları niyə yeməliyəm? Başa düşmür. Yeyir o ağlaya-ağlaya o çürümüş almaları və bu zaman qaytarır. Qaytaranda, qusanda görür ki, ilan çıxdı ağzından. Başa düşür vəziyyəti, indi düşür bu adama yalvarmağa. Ki, sən nə gözəl insansan. Qəşəng misalı. Bəs sən mənə niyə o vuranda demədin ki,
Nə üçün mənə vurursan? Deyir, mən sənə desəydim ki, sənin içində ilan var, sənin qorxudan ürəyin partlayardı. Düz deyir. Mən səni elə belə vurmalıydım ki, bu proses baş tutsun. Mən səni xilas etmək üçün vururdum. İnsan Allahı tanımayanda elə bilir ki, taley ona qarşı qəddarlıq edir. Başına gələn çeşidli çətinliklər var insanın. Çox ağır həyat şərtlərində, xəstəliklərlə, evlad xəstəliyi ilə yaşayan insanlar var. Ağır imtahanlar verən insanlar var. Onlar elə düşünürlər ki, həyat onlara qarşı zalımlıq elədi. Amma bu işin bir çözümü var. Müdriklər deyiblər bunu, Quran da bunu deyir ki, Allah sizə zülm eləmir. Allah yalnız sizin doğru yola gəlməyiniz üçün sizə toxunuşlar edir. Və hansı yerdə əyintiniz varsa qəlbinizdə, oranı sağaltmaq üçün tədbirlər görür. Sizə gələn dərd bildiyiniz şeylər əslində dərmandır sizin üçün. Səbirli olun, şükranlı olun. Allah siz əzab çəkəsiz deyə yaratmayıb bu dünyanı. Allah sizə əziyyət verməkdən də məmnun deyil. O yalnız sizi müalicə edən bir həkimdir. Bunu başa düşmək çox önəmlidir. Buna sarılmaq çox önəmlidir bu həqiqətə. Və düşəndə həyat qaydasına girir. Bəli. Nə cür insan olursa olsun, bil ki, Allah səni sevir və sənin başına gələn işlər sənə zülm vermək üçün deyil, səni müalicə eləmək üçündür, səni doğru yola gətirmək üçün. Ona görə deyir, axırında nə deyir o, ibadət eləyənlər? Yəni deyir ki, Allah insandan lütf edəndir. Lakin Yox, ondan əvvəl. Əgər siz şükr etsəniz və iman gətirsəniz, şükr edib və iman gətirməniz üçün sizi bu proseslərə soxdu. Allah, siz özünüz gəlsəydiniz ora buna ehtiyac olmayacaq. o da onu deyir, Allah sizin nə üçün əzab versin? Bu həyatın sirridir. Bu həyatın sirridir. İnsanlar bunu, ateist adam bunu qəbul eləməyə bilər. Nağıl danışırsan. Tamam, sənin üçün bu nağıldır. Mən heç israr da eləmirəm. Eynən, yəni. Amma bir çox adamlar üçün bu nağıl deyil. İmadəddin Nəsimi üçün bu nağıl deyil. Amma sən bəlkə Nəsimidən daha zəkalı oğlansan. Ola bilər. Ömər Xəyyam üçün bu nağıl deyil. Şirazi üçün bu nağıl deyil. Ömər Xəyyam dindar idi. Şübhəsiz. Amma içirdi. Öyle bir şey olubdu. İndi Ömər Xəyyamın adına yazılan rübailərin də bir çoxsu Deyil, sonra məlum ona oldu ki, aiddir, aid deyilmi şeydir. Hələ də bəlli deyil, yəni. Amma bu ölümə zikir ki var Ömər Xəyyamda, qəbirstanlığa zikir. Lap elə o şərab, kuzə məsələsindən də o yaratdığı simvolizm çox mənalıdır, çox dərindir, hikmət doludur. Saxlayaq növbəti Tamam. sualları da. Bir dəfə də Ömər Xəyyam haqqında danışa İnşallah, bilərik, olar. o rübaiələr. Mən açığı artıq siz danışdıqca bu canlı keçirəcəyimiz podkastda artıq xeyli suallarım yarandı. İnsanların da suallarını onun üzərinə əlavə edərək maraqlı bir seminar hazırlayarıq. İnşallah yanvarın 18-də hər kəs gözləyirmiş. Bu mənim çox sağ olun, təşəkkür edirəm. Yəni biz söhbət edirik və insanlar da bu söhbətə qulaq asırlar. Mən bilmirəm ki, siz söhbət edəndə özünüzü verirsiniz. Mən də dinləyərək özümü verirəm. Hər halda ki, insanlar da qulaq asıb nələrsə götürürlər. İnsanlar dəyərləndirirlər, siz də çox dəyərləndirirlər. Sağ olsunlar. Yaxşı qulaq asa bilir, Sağ olsunlar. sual verə bilir. İnşallah onda növbəti seminarlarda, növbəti podkastlarda görüşmək ümidi ilə. Son bir sözünüz var yoxsa bitirək? Çox sağ olun gəldiyiniz üçün. Təşəkkürlər. Sağ ol.